Herkese salam. Bugün sizi Polşanın Krakow şəhərindən salamlayıram və arxamda gördüyünüz Krakowun ən məşhur bazar meydanıdır. Bu bazar meydanında biz Polşanın digər şəhər ornamentlərinə, digər şəhərlərinin tarixinə, onların istifadə etdiyi müəyyən məhsulları biz bu bazarda tapa bilirik və biraz istəyirəm sizə kiçik fraqmentlərlə bunu göstərim. Eyni zamanda qısa bir zamanda da olsa sizinlə Krakow turunu etməyi planlayıram. Elə isə getdik. Bir məlumat da sizə verim ki, Krakow şəhərinin rəsmi simvolu əjdahadır və hətta bununla bağlı bir tarixi rəvayət də var. Buna görə də siz bazarda istənilən nöqtədə əjdaha ilə bağlı maraqlı şeylər tapa bilərsiniz. Eyni zamanda balyak mədəniyyətində gündəlik istifadə olunan qabları da burada tapa bilərsiniz. Eləcə də polyak xanımlarının bütün tarix boyu istifadə etdikləri bəzək əşyaları, eyni zamanda hər günümüzdə də istifadə etdikləri bəzək əşyalarını buradan tapa bilərsiniz. Krakow şəhəri tarixi zəngin olan bir şəhər olduğu üçün siz bu bazarda tarixə aid xəncərlər, müəyyən təsbehlər və əl işləri ilə bağlı olan şeylər mütləq ki tapa biləcəksiniz. Keçmişdə Krakowda saatın doğru bilinməsi üçün bu arxamda gördüyünüz saat binasından xüsusilə istifadə olunmuşdu. Hətta şəhərə müəyyən ordular hücum etdikləri zaman